Bu günləri İlham Əliyev Bakı şəhərində, Azərbaycan Respublikasının ərazisində xidmətdə olan bütün post-patrul bölmələrinə silah paylatdırır. Silahlı polislər gəzirlər şəhərdə. Nəyin qorxusudur, nəyin agoniyasıdır. Bir tərəfdən də troll medialarına yazdırırlar ki, Cəmil Həsənli qaçıb. Cəmil Həsənli hara qaçır? Cəmil Həsənli 2013-cü ildə İlham Əliyevin qoparağını götürmüşdü. İlham Əliyevi biabır eləyib Cəmil müəllim və ondan sonra prezident seçkilərində qalib gəlib. Haqqı olan səsi oğurlanıb, İlham Əliyev səsləri oğurlayandan sonra özünü saxta yolla prezidenti elan edib. Buna baxmayaraq Cəmil Həsənli 12 il əvvəl ölkədən getməli olduğu halda o qaldı, mübarizəsini davam elətdirdi, Milli Şuranı qorudu, saxladı. İlham Əliyev Cəmil Həsənli və onun ətrafında olan adamları özü ilə səhv salır. Çünki ilk fürsətdə qaçmaq istəyən şəxs İlham Əliyev olacaq. Bu qətiyyən Cəmil müəllim ola bilməz. Polislərin silahlandırılması, şəhərdə xof içində gəzmələri, insanları xof altında saxlamaq istəmələri bunun bir nömrəli sübutudur.